Qadın öz həyat yoldaşının anası rolunu oynamalıdırmı, yoxsa yox? Gəlin aydınlaşdıraq. Sosial mediada bir xanım belə bir fikir paylaşıb ki, biz kişilər öz qadınımızda ana axtarırıq. Bəs mənim sualım odur. Siz öz kişinizdə ata axtarmırsınızmı? Sizə sahib çıxacaq, sizi qoruyacaq, maliyyə problemlərinizi həll edəcək, krediti bağlayacaq bir kişi obrazı axtarmırsınızmı? Əlbəttə ki, axtarırsınız və bu da normaldır. Hər ikisi normaldır. Problem orasındadır ki, biz münasibət içərisində çoxlu rol oynamalıyıq. Yalnız o zaman münasibət keyfiyyətli olar. Gəlin kişinizi götürək. Siz istəyirsiniz ki, siz həmin öz kişinizi cəmaat içinə çıxardanda, valideynlərlə, dostlarla tanış edəndə o yüksək intelligentli, alicənab, söz qabiliyyətində olan bir kişi obrazında istəyirsiniz. Amma sizin ovulyasiya dövrünüzdə istəyirsiniz ki, o ibtidai icma quruluşundakı kimi kişilər vəhşi sekslə məşğul olsun. Ya da ki, PMS dövründə ətərsinə, feminləşsin, sizi əzizləsin, qucaqlasın, şeirniyyət alıb versin. Gərək ki, sizi qorumaq lazım olanda, siz hansı bir təhlükədə olanda ata kimi gəlsin, sizin arxanızda dursun, daha doğrusu qabağınızda dursun, sizi təhlükələrdən qorusun. Ya da ki, biz kişilər, eyni şeyi biz də istəyirik. Biz istəyirik ki, biz öz qadınımızla cəmaat içində çıxanda desinlər ki, wow, necə mədəni bir qadını var, necə yaxşı uşaqlarına baxır. Amma çarpayda biz sizdən tamamilə fərqli bir şey istəyirik. Əlbəttə ki, biz istəyirik ki, siz bizim dostumuz olasınız. Amma biz xəstə və ac olanda istəyirik ki, anamız kimi bizə baxasınız, anamız kimi bizə dadlı yeməklər pişirəsiniz. Əzizlərim, siz sadəcə anlayın ki, dünya ağ və qara deyil. Biz sevgiliyik, biz ər-arvadıq. Bu sadəcə bir sözlərdir, amma onun altında çoxlu rollar var. Və nə qədər yaxşı o rolları oynasanız, bir o qədər də xoşbəxt olarsınız münasibətdə.